16 oktyabr 2025-ci il. Arılarda varroa genesi testini etmək istəyirəm. Olub olmadığını yoxlamaqdan ötürü. Bunun üçün belə bir qabın içərisində şəkər pudrası əlavə edirik əvvəlcədən. Sonra bura arı içinə çırpmalıyıq. Tək olduğum üçün fasilə verirəm. Üzrü hesab eləyəsiniz. Yəni həm çəkib, həm onu etmək çətin olur. Bura işçi arılar çırpdıq. İndi həmin arıları şəkər pudrası ilə qarışdırırıq. Təxminən bir yarım dəqiqədən biraz artıq müddətinə şəkər pudrası ilə qarışdırma aparırıq. Sonra qapağı açırıq. Bu arıları park quyruqlarının yanına özləri çıxsınlar. Daha sonra bunun içindəki şəkər pudrasını tökürük. Bir dənə də olsun. 2 dəqiqə yox var. Hə bax, bir dənə var burada. Bir dənə var. Ha, özü də diridir. Çabalayır. Qapalı gözlər də var idi. Baş keçirdim. Allah'ım bu günlə. Nə tropi, nə varroa genesi. Yəni qapalı gözləri neçə çərçivədə açıb əşinin arxası ilə vurdum, diqqətlə baxdım. Ümumiyyətcə içindəki bala dümağabbaq. Yəni sağlam vəziyyətdə çıxdı. Deyəsən burada da biri var. Yox. Cəmsi bir dənə. İndi başqa ramkadan yenə bu ailədə bu təcrübəni təkrar eləyəcəm. Ona görə də fasilə verirəm. Yenidən arı çırpdıq. Qapalı gözlərin üstündən də yenə çalxalayırıq. İki dəfə ananın qəfəslənməsi aparılıb bu mövsümdə. Dəfələrlə dərmanlama işləri periodik olaraq aparılıb. Lakin o gün gözümə bu ailədə bir ədəd qanadsız arı rast gəlmişdi. Ona görə
birinci buradan başladım. Təbii ki, arxanada bir neçə həm güclü, həm orta, həm zəif güclü olan ailələrdə test edəcəm bunu. Çünki başqa arxanalarda baskınlar olur. Ona görə. Bunu götürək. Bunu başqa yerə tökək. Bir dənə də burada çıxdı. Bu şəkər pudrasını istənilən marketlərdə satılır. Bir də burada çıxdı. Hara getdi? Bir də var idi. 3 dənə. Hadi buradadır. Bu odu mu yoksa diye neydi? İstənilən marketlərdə istənilən ölçüdə satılır, hazır vəziyyətdə. Yəni əgər şəkər tozunu alıb pudra halına saldırmaq mümkün deyilsə, bu işlərdən ötürü olur. Müxtəlif həcmlərdə, ucuz qiymətə. Sonradan elə məhz bunu ailənin içinə də bir şəkər tozunu ramkarast da səpmək olar, bu gəniyə qarşı profilaktika üçün. Yoxdur ki, qaba yığıb yenidən istifadə eləmək olar. Diqqətinizə görə sağ olun.